Herkese yeni vlogdan salamlar. Bu vlogu aynı şekilde belə açıram. Bu frambinini almışdıq. Tort alacaqdıq ya da bunu çox bəyəndim. Həqiqətən də alınasıdır. Sonra isə ani bir şəkildə bir dənizə getmək istirdim. Çoxdandır və gedirik. Nikki Beach bu aralar çox məşhurlaşıb. Mən də gəlmək istirdim. Düzü ən çox da bilirsiniz ki, çox fotojenik yerdə və şəkil çəkdirmək istəyirəm. Qiymətlər barəsində giriş 50-dir. Bildim lejenka yoxdur, sadəcə yataqlar var. Və yataqlar da 150 manatdan başlayır. Aşırı biraz bütçəsi çox gəlir. 150 manat. Ondan sonra bir-iki dənə də bəyəndiyim yeni çimərliyə gedərəm. Burada yer yoxdur o tərəf. Yoxsa var? Günahını aldıq. Düz gətirib. Boşdur, hə. Allah, deməli azdır. Yəni boşdur da yer. Gəlirəm. Qıraqlarda belə qalmağı yerlər də var. Havuzlu villalar. Çox qəşəngdir. Yəni düzü girdim, qəşəng idi falan. Amma ki yoga idi və 1 saat gözləməli idi. Mən 1 saat gözləməyə səbrim yoxdur. Ona görə gedirik başqa biçə. Usta geriye biraz yol kenarına falan geçmeliyik. Taksini oradan vuracağız. Şimdi bir Asya'nın içine gider. Asya'nda havuzu var böyle. Bir 3 neferden icazı yoksa öyle bir sen büyük girişte oraya. Oraya bula kimi boş olanda girebilmek diye bir şey yok. Mikrofon mikrofonu yere. Mikrofonu takmağı unutmuşum. Taktım indi hələ də yol gedir. Hələ də gedir. Biraz şəhərdən uzaq qalmaq həm yaxşıdır, həm pisdir. Hər yerə taksi ilə gedirik deyə baha çıxır. İnşallah manifest, maşın manifestidir. Qaraçuxura getdik, Asya ilə oynadıq, elədik. Sonra dedik ki, gəlin gedək kofe içməyə. Buradan da Mövsüm bizi şəhərə gətirdi. Şəkə bayram. 3 dənə qız gəzməyə çıxmışıq demək istəyərdim, amma yox. Ərlərimiz də var. Biz evliyik. Ərim. Bir dənə qadın var idi, hər fərqli ərim. Ərimin ayağını yaram, ərim. O qədər ərimizi sevsək bəs deyil. O qədər ərimiz bizi sevir. Ərimiz bizi o qədər sevir. Belə də, normal. Hamle bakar ara qatan bir qayım var. iPad buradadır. Bax, bu çolkam çox qəşəng aldım, görsən? Qəşəng, hə? Qəşəng. Kör oğlum bu. Biz kesmiş. Bu olmadı. Ama biraz bunu çok attım, ona göre altını azalttım. Mıkıya adiyatı yoktu öyle. Mıkıdan kofe vurdum, 5 mıkı. Kendime 10 mıkı verdim. Bunlar adiyatı yok. Kamlar patlama gidiyor. Gerçekten daha çok. Bir tane siz? Latte var. Ben ne oldu ya? Ya da cappuccino var. Şey geldi. O sütten zaten. Bu nefer yanı bu. Anasını gerek. Kaviçni. O. Karimviçi. Tutacağı bırakacak sonra. Bıraktı. Videoda kanıt. Niye bir dinlirsən? Ha bir daha. Özü kiraverir. Ha bir daha ona bas. Niye bilmiyorum. Özü bırakır. Bıraktı. Olmaz. Yemeğin gider. Hiç olmasa delfine git. Yok o bırakar. Delfin bırakar. Ha bir onu getir. 3 dəfə düzü. Başından tutar. Ağırları götürür. Çünkü de götürmür ki. Bırakır. O taraflara geç. Ya götürmür. Ha götür. Başından tutar.
Adı götürmüyor. Kofe içdik, gəldik evə. Artıq yeni gündən vloqa yenidən başlayıram. Burada yenə hazırlaşıram, gedirəm. Yenə dünən kofedə planladıq ki, sabah dənizə gedək və durdum hazırlaşıram. Yəni gecəcəm. O birisi gündən salam. Dünən elə bir yerdə kofe içəndə Eltimlə qərar verdik ki, biz niyə dənizə getmirik? Onsa getmişdik ki, niyə yenə getmirik? Keçdik bu biri günə reski səhərə hazırlaşmışam. Dəniz kombini, indi tam sizə kombinimi də göstərəcəm. Başıma da buna bağlamışam. Əslində başıma o qədər gözəl şeylər falan, aksesuarlar almışam ki, sadəcə bir tık gec zakaz vermişəm Temudan. Əgər indi gəlsəydilər, Şamil indi götürərdi, çox yaxşı olardı da. Gələcək bağlamanın içindən 3 dənə şey təcili götürməliyəm. Çünki dənizə gedəcək, Eltim yola çıxıb. Mən kargonu götürüb onun içindən götürməyi gözləyirəm. Bilərziyimizi taxaq. Qolumuzu sındırmadan. Bağlayım. Bunu yaxama taxım. Yaxamda çox güclü, çox. Dünən bu koftanı aldım New Yorker'dan. Allahım, Nigar da gördü, yəni Eltim də gördü. Ne güzel şeyler gəlib həqiqətən New Yorker'ə. Yəni New Yorker bu New Yorker deyil, sanki Zara'nın uyğun qiymətli versiyasıdır da. Çox qəşəng olub. Çox bayıldım New Yorker'ə. İndi bunun qutusunu da aparaq. Orada çünki bunu zartkaya falan qoymaq olsa, evdən gec də çıxsam, tez də çıxsam bu ev belə səliqəli olmalıdır. Təmizlik çox taxıntım yoxdur, düzdür. Bir yer təmiz olmaya bilər falan. Buranı demirəm, buranı qıcıq olurum. O Temudan geyimlərimdir. Çünki Temudan geyimlərini açıb şkafa qoyana tapmıram. Mən də geyinib qoyuram. Yəni belə bir qəribə xasiyyətlərim var. Bəzilərində razmerləri çox böyük demişəm. Yəni kökəlmişəm, okey. Də, amma 3XL-də deyiləm də. Yəni beynim bu pişik mənim. Baxın, gülü onu dağıdır. Bütün evlə bir eləyir. Şokan. Dayan ütümü götürüm. Şokan birdən ütüləmək lazım olsa. Bunu da elə sizə göstərim. Temudan almışam bu. Zaritka ilə işləyir. Basırsınız, belə saxlayırsınız, dərəcəni artırırsınız. Ən yüksək dərəcədə saxlayırsınız. Bu 2 saniyə sonra bu yoxdur. 2 saniyə sonra orada çox sonra basırsınız. Bu sönür. Sonra neyiniz, bunu plaj çantanızı belə açırsınız, amma cool yox. Ey Allahım, güzgüm necə təmizdir. Təmiz deyəcəm. Ona vaxtım olmadı. Çünki dünən də kofe içməyə getmişdik. Dünən icazə günüm idi. Bugün də dənizə gedirik. Yəni yay vaxtı təmizliyə fikir verməyin. Çünki yay gəzmək ayıdır. İyun gəzirik, kef eləyirik, dolanırıq. Bu günəş prosta spreyin nəyin bəyənmədim. Düzdür. Çünki bunun üstünə nə yazılıb? Losyon sprey. Bu losyon kimidir biraz. Aslında qəşəng görüntüdür. Tam dəniz belə görüntüsü falandır da. Məsələ nədir? Bu makyaj axacaq. Mən kofedə oturanda ağlımıza gəlir ki, dənizə gedək qəşəng falan. Qəşəng bir dəniz axtardıq. Burada həm uyğun qiymətli, həm də içində qəşəng şəkil çəkdirə biləcəyimiz yerdir. İndi gedəcək, orada da çəkəcəm sizə video. Mənə məsləhətlərinizdə nə verə bilərsiniz? Necə arıqlaya bilərəm falan. Bir dənə həkim var idi. Təəssüflər olsun ki, çox məşhurlaşdı. Ona görə yeri qalmayıb. Yəni o dərəcə məşhurlaşdı. O həkimi əvvəlcədən də tanıyırdım, istəyirdim. Məşhurlaşanda bitdi də, yəni yer yoxdur. Nə yeyəcəyik? Yoxdur yeri. Ona görə onun, yəni mən bilirsiniz ki, bacım hamilədir. Çox sağ olun, təşəkkür edirəm. İndidən təbriklərə görə yenə xala oluram. Mən uşaq ayırmıram düzü. Yəni onu da sevirəm, onu da sevəcəm, Asiyanı da sevirəm. Ayırmıram, öz uşağımı da sevəcəm. Və bir dənə xanım gördüm. Xanıma şey deyirdilər, öz uşağın olanda çox fərqli hiss eləyəsən falan zat. Xanım da deyirdi ki, mən həmişə uşaq sevən olmuşam, həmişə oynayan, gülən falan böyütmüşəm də. Deyirdi ki, yəni öz uşağın olanda həmişə fərqli olacaq falan deyirdilər, amma olmadı. Mən də şəxsən düzü elə hiss edirəm. Öz uşağım da olsun, yəni bir uşağı nə qədər maksimum sevə bilərsən ki, yəni mən bir uşağı çox sevirəm və əlbəttə canım qədər, yəni desələr canımı verərəm. 2 uşağı da qoysalar mən ikisinin arasında seçim eləyə bilmərəm. Özümü şey eləyərəm də, yəni eləyə bilmərəm, nə bilim. O xanım da çünki mənim kimidir və məni başa düşmür insanlar. O xanımı da başa düşmürlər. İndi də deyir ki, yəni dəyişmədi. Mən ötəki uşaqları da sevirəm, onu da sevirəm.
Amma dəyişmədi. Mən həmişə maraqlı idi. Çünki dəyişəcək falan deyirdilər. O bilirsiz nəyə aiddir? Sadəcə öz uşağını, uşaq sevən yox, sadəcə öz uşağına sevgi hiss edən insanlara məncə aiddir. Yəni mənim üçün uşağım olmasa da mən ona sevgi hiss edirəm. Mənim üçün fərqi yoxdur. Mən uşaqları sevirəm. Çünki safdılar, təmizdilər, xoşum gəlir. Kin yoxdur, bir qarşılıq güdmür, bir şey güdmür. Səndən sadəcə sevgi istəyir. Və sevgini sən hədiyyə ilə də verə bilərsən, qayğı ilə də verə bilərsən. İnsanları da ona görə də sevmirəm. Çünki o uşaqlarda olmayan hər şey insanlardan güdürlər. Ona görə də insanları çox sevə bilmirəm. Amma ki elə olan insanları çox sevirəm. Yəni insandan bir şey güdməyən, sən sadəcə lazım olanda axtarmayan, elə insanları sevirəm. Çünki mən lazım olanda axtaran insanları lazım olanda axtarıram. Kim olursa olsun fərqi yoxdur. Çünki insan bir yerdə inciyir, çünki insan bir yerdə inciyir və artıq ehtiyac olmadığını görür. Tanışlarımdan istəklərim Sıralı Doğun. Sıralı Doğun sevgimi, ilgimi çatdıra bilmirəm. Küsürsüz bilirəm. Sıralı uşaq dünyaya gətirin ki, mən də hamısına bir ilgimi, sevgimi, vaxtımı, hər şeyimi sərf eləyə bilim. Çatıra bilmirəm. Makyaj eləyəndə siz nəyin fərqinə vardı? Bu qədər makyaj şeyi almışam, yəni vizajisti eləyəndə də falan. Bu qədər qəşəng şeylər almışam. Bir dənə glitter almamışam mən. Mən bir dənə glitterim yoxdur. Ya bu qədər zərziban falan sevən insanın heç mi glitteri olmaz? Mənim niyə glitter almamışam heç? Şokdayım və Temu'da çox qəşəng paletlər falan var. Alsam prosto avqustda makyajımı eləyəcəm. Dəniz sezonu qutarana yaxın. Tutuşdaşmışam, çox keyfim pozulub belə. Neyi var salmışam. Yeyirəm, içirəm, keyf eləyirəm. Çox qıcıq oluram özümə. Çox dıncıqıram. Niyə mən bu qədər kökəldim? Hansara stres? Bizə sizə deyim, indi adını burada çəkə bilmərəm. Bəlkə YouTube nəsə zad verər. O ilə başlayan iynəm yan təsir verə bilir. Bu açıq görüntüsü qabağımızdadır. Nə oldu? Mən bilirəm, o məşhur Instagramda fırlanan bir dənə həkim var idi. Getdim ona. Həkimə mənə onu yazsın demədim, qəti sürətli demədim yəni. Sadəcə dedim ki, mənim insulinim var, zobum var və mən aylarla acı qalanda arıqlaya bilirəm. Yəni mən acı qalanda arıqlaya bilirəm. Yəni mən sağlam arıqlaya bilmirəm. Mən sağlam arıqlamaq istəyirəm. Dietik yeməklər yemək istəyirəm, idman eləmək istəyirəm falan, amma sırf niyə istədiyim kilolara mən acı olaraq düşə bilirəm də, niyə alınmır məndə falan zat. Nəysə qanımı yoxladı, elədi. Heç inanmıram ki, bəlkə də qan analizlərimə belə baxmadı. İynə var ya o. İynə olar. O deyim. O duş ona yazdı mənə. Qarından vurulan. Mən də getdim aldım. 2 dəfə aldım da. Yəni onun da qiyməti bilirsiz də. Oho. Onun da qiyməti dəhşətli. Bildiyim büdcəmi belə oynatdı qiyməti. Vurdum elədim. Mənim qram iştahımı kəsmədi. Yəni qram iştahımda bir kəsilmə, bir şey zat falan zat. Yəni mən bəzi şeylər məsləhət eləmək istəmirəm bilirsiniz. Çünki olmaz. Hamı mənim kimi arıqlamaq üçün hər şey eləyən insan deyil. Bir həftə keçdi, heç bir şey yoxdur. 2 həftə keçdi, heç bir şey yoxdur. 3 həftə keçdi, heç bir şey yoxdur. 4 həftə bıxdım. Dedim, olmur heç bir şeylə, mən buna pul verə qalmışam. Nə oldu? Sonradan araşdıranda gördüm ki, bu iynənin yan təsirləri ola bilirmiş. Yan təsirlərindən də biri daha çox kilo almaq, daha çox iştahın artması və saxlaya bilməmək özünü falan zat belə məndə bu olub. Və mən 3-cü kursda bu kiloya gəlmişdim. 3-cü kursda bu qədər kökəlmişdim axırıncı dəfə və o qədər totu şeydim. Ömrü həyatımda diyeta eləməmişəm. Ömrü həyatımda diyetanın nə olduğu dılsını bilməm. Çünki mən həmişə 45 kilo olmuşam. Nə vaxt ki burun əməliyyatı oldum, mənim iştahım falan açıldı, elədi, yemək yedim, elədim zalı. O da universitet ərəfəsində Şahinlə sevgili olduğumuz ərəfəyə denk gəldim. 3-cü kursda mən bidon oldum, indiki olduğum kimi. Başqa elə bilmirəm, bacamla mən iradəsiz olmuşam. Mən belə deyildim. Mən yaxşı insan idim.
Gözəldir. Ustada istəyirsən sus. Bu hamısı sən biləməzsən. Aba. Yuxarını çəkirəm ha tamam. Paylaşma. Yaxındakini bəyənmədim. Mən də məncə elə Mən əksiyəm mən əltimdən. Açıqdan. Ya gözlər çox getirmişsən sən. Dərs göy yaraşdıram mən saroşkalarıma. cızıqlı. 600. Ay teknik aldı da. Kimdən? Come girl. Kabala 4. Burası şeydir, Casablanca. Qiymət də çox yaxşıdır, qiymətlər də uyğundur. Gəldik, indi yemək yedik. Səhər sizə uzun bir söhbət eləmişdik. Prosto hovuzu çox dərindir. Mən yeni açdığımı taxmıram bilmirəm. Çünki mikrofonum var da, nə açdıq deyirəm, mikrofonum var da bilmirəm. Amma qəşəngdir. Hovuzu 2 metrədir, bu xanımcığaz bez qorxdu. Dənizə gedik, biz üzdük. Mən ərimin çünki boyu çox uzundur. Sən ərinin də boyu uzundur. Qardaşlar boyları bir-birindən o qədər fərqlidir. Ne deyirlər onlar? Adı budur. Dişi şəkillər çəkdim. Məndən də hündürdür. Mənə Pablo Kenan dedi. Sənin gözün də hündürdür. Belki Azərbaycan yazsınlar. Denizi, buranın denizini sevmədim. O Grenkinin denizi qəşəngiydi. Orada vlog çəkməmişdim sizə. Yedik, içdik, kef elədik. Le pomidor. O mən şaxlamışam ki orada gəlir də kahkası. Bir dənə qurtul. Qaytar ora. Sən mən kapteynim. Sən ödəsən. Piyo vurulduk. Piyo vurulduk. Suyunun davasına aparım ben. Dolça bürclərindən uzaq durun. İndi baxın, sizə bir məsləhət, əqrəblərə məsləhət. Ya buğa, ya oğlaq. İdeal olur. Qəşəng oğlan tapmışam. Evlənmişəm. Mən izləyicilərimlə söhbət edirəm. Sən söhbət edirlər. Səninlə evlənmək üçün ya əkizlər burcu olur, ya da Hava. əkizlərlə də evlənmək üçün dolça olur. Çünki əkizlər də çətindir. Burcu başqa heç kim. Əkizlər də çətindir. Yəni bizim əksdə asandır. Elti ilə yola getmək asandır. Asan gəlməsin sizə. Əkizdə sabah axşam yazdı, gecə yazana qədər mənə ki, dəqiq mən sabah gedirəm. Mən o günü biraz belə ağlıma başqa da planda qoyuram ki, yəni hər an vaz keçə bilər. Dünən kofe içməyə gedəndə bir sırf bak getmək istədim. Hiss elədim. Sonra gördüm Allah yox, geyinib düşdü. Yox, dedim ya, gedirik, yox. O gün şamil demədim də son ana qədər. Temudan bağlamalarımı da bir yerdə açıb sifariş vermişəm. Birinci belə bir papaq. Bu papağın karışım rəngini də almışdım, taxdım, şəkil çəkdirdim. Hələ paylaşmamışam deyəsən Instagramda. Bunlar dəmirli olur və buraları rahat düzəldilir. Bunlardan çoxlu sifariş verdim. Çünki burada qiymətini soruşdum düzü. Bir səhifə tapdım, amma mənə biraz çox yüksək qiymətlidir. Mən də baş vurdum Temuya, bildiyiniz. Yəni Temuda 5-6 manat olan şeyləri əl işidir, düzdür, qınamıram. Əl işləri baha olur. İndi saçım biraz vızdı, qəribə görsənir. O eynisinin çəhrayı rəngidir. Bu geyimlərlə falan da var. Kombili bir dənizdir. Tam bir dəniz qızı. İndiki boşuna yaraşmır təbii ki. Saçımı falan biraz düzləşdirməliyəm, eləməliyəm bu papaq üçün. Bu bir üst olmalıdır deyəsən. Temuda belə nə qədər üst varsa hamısını alıb geyindim. Yəni bu çox qəşəng bir üstü. İndi buna ağ bir platyanın və ya çəhrayı bir platyan var. Üstünə nə geyinəcəm bilmirəm. Bunu geyinib belə. Şamilin platkilərini tapmırdım. Ağ bir də qara. Aldım, sonra tapdım. Ona görə bunları böyük ihtimalla qaytaracağam. Geç paketini açmayayım. Bu da qarası. Qəşəngdir. Çok güzel. Ay çok qəşəngdir. Mən bəzi platyaların çox vaxt
2 razmerini falan sifariş verirəm. Birini balaca, birini böyük. Çünki yəni oradan tuta bilmirəm bəzən. Altdakı razmerlərdən tuturam da özümü tuta bilmirəm. Kilo alıram, kilo verirəm. Yəni hansı momentdə hansı əynimə gələcək bilmədiyim üçün elə sifariş verirəm. Mən də burada atdım qıza. Heç dedi. Ya əl işidir, başa düşürəm. Əl işi olanda falan. Sadəcə 45 mi dedi, 50 mi dedi. Yəni mən bunu sadəcə 20 manata aldım. İndi kombin falan eləyəcəm. Mən yeni paltarlarımı falan filan ayırmışdım. Bu Şamilindir. Belə bir şortu var, bordo. Belə bir üstündən də bordo sarıcukası var. Mən buna bayıldım. Geyinər özdə baxar. Razmerinədirsə. Özdə böyükdür. Çox qəşəng ayaqqabıdır. Bu. Ay bu da. Qaşlarına baxın. Aram üstüdür. Rəngi tündgöy, bunun rəngi açıq belə su yeşilidir. Ona görə o bəxtimə bu çanta ilə isə üst sifariş vermişdim. Onu onunla taxaram. Ona bir həncam qalarıq. Qoz qalır falan. Çünki mən bilirsiniz ki, kökəlmişəm. Qollarım totuşdaşır. Görsənəndə xoşum gəlmir. Yəni biraz totuşamsa totuşluğa uyğun bir şeylər geyməliyəm. Çox qəşəng aksesuar, çox qəşəng bir qabda gəlib. Temu. Arxalıqda göndərib. Oy səni. Baxın, belə göstərim, baxın. Belə bir sırğadır, üstüdür, belə sallananlar var. Həsir. Nə olar, gəl, nə olar. Ay, bunu necə soxsam çıxarda biləcəm. Qorxuram, tətilə gedəndə heç olmasa əziyyət çəkərəm, indi eləməyim. Onsuz da biləyim ağrıyır. Amma çox qəşəngdir. İndi tanımıram, sonra necə çıxardacam əziyyətlə falan deyə. Tətilə gedəndə amma şey elə bilərəm də, tolerans. Çox qəşəng bu. Tam belə bir, bəzən bir şey istəyirəm. Ağlıma gəl ki, ayda belə bir şey olsa çox qəşəng olar falan, giymək falan zat belə. Tam istədiyim kimi hər kombinlə gedən falan zat. Sonra belə qabağıma çıxır. O çox qəşəng deyil. Baxın. Yəni, dırnağımın laklarını təzələyəcəm, ona fikir verməyin də. Çox bəyəndim. Yeməyə görə sifariş vermişdim elə. Bu da çox qəşəngdir. Elə onunla kombin eləyəcəm. Naştikdə taxmamışam. Zaretkası olmalıdır. Taxa bilərəm. Taxdım onu. Əslində biraz tez daha başlaya bilərdim vloga. Yadımdan çıxdı. Gözümə linza qoydum. Valla hansı rənginin nə firmadır bilmirəm. Çünki mən linzaları aldıqdan sonra belə bir qablara yığıb belə rəfdə qoyuram. Yəni hansının rəngini bəyənirəmsə götürürəm, taxıram. Çox pis bir şeydir. Bəyəndiyim rəngi nəsə olsa gedib tapa bilmirəm bir də. Bella eləməyə başlayıb yenə. Nəysə, saçlarımız qalıb. Saçlarımı düzləşdirəcəm. Çünki başıma belə bir şey taxmaq istəyirəm. Bu da düz saçdan, yəni başqa, ən azından üstü düz olmalıdır saçımın. Mən ütüm, yəni tüm salonların sevimlisi. Yəni bir o roz və nazik baş, uzun buran fendi, roz və o üstünə qaşlar var. Salonların vazkeçilməzi bir də bu. Mən də salon açanda təbii ki ikisini də aldım. Və həqiqətən ikisi də çox qəşəngdir. Yəni həqiqətən salona alınacaq dəyəcək qədər imiş. Elə ikisi də ona görə salonda varmış ikisi də. Yanırsan? Neynədin? Orada şey olanları üstünde hiç olmayanları temizledim. Öbürleri baktım. Çünki istidir hava. Yine burulacaq. Əziyyətimi, heyfim gəlir. Doktor bir qız paylaşır. En sarsıtıcı 10 Müge Anlı falan, o ay falan. Oy.
Bizdə də əslində çox pis hadisələr yaşanır məncə. Sadəcə bizim ölkənin yəni insan sayısı daha azdır deyə, daha az yaşanır. Onlarda çoxdur deyə çox yaşanır. Sonra tez-tez hazırlaşdım, sizə yolda çəkə bildim. Çatdıq bura. Bura keçən ildən bəri gəlmək istirdim əslində. Qismət indiymiş. Mən bloger yerinə burger dedim. Yo yo. Yemək içəri yemək istəyir. Menyuya bax da heç bilmirəm ki. Baxmamışam. Menyunu vermədim ha. Vay bana bakalım. Daha geçelim. Farı daha geçelim. Buradan şey var. Sen estetik video çek. Səs gəlir hələ də. Saçımı yığdım, çox istidir. Qəşəng idi, pis değildim. Normal waffle idi belə. Burası içində çəllək banan idi. Gel. Buyurun sana. Çəllək banandan başqa bütün meyvələr var idi. Allah. Tamam. Yığdım Yaxşı bunları. yeyəcəm də, tamam yaş. Çox sağ ol, təşəkkür edirəm. Gel. Biraz üstüne kaldı. Çay da jasmindir. Normal bildiğimiz. Mən niyə fərqli bir şey gözləyirəm? Ha, burada şaftalı da var. Gel burada koyalım sana. Bunu dağıtsam var ha. Sen yüzüne bak. Təhdid olundum durduq yerim. İki sual cevap edin. Gel. İstimi? Su. Meyve kalmadı orada. Dilimi ənəyə vurum da. Bu yox olur deyirlər. İndi o qədər tutuşdaşmışam ki, o yox olmuş. Yenə həmişə kimi sizinlə vlogun axırını çəkməyə unutmuşam. Dedim belə bir sonluqla sonlandırım. Söhbət videosu oldu. Çoxlu söhbət elədim. Həqiqətən çox ürəyimi açdım bu videoda. Damağım düşdü. Əməli başda danışmışam sizlə. Gələn videoda da necə tipli bir videolar istəyirsiniz? Necə bir videolar çəkim? Onu bu yorum, yəni bu videonun altına o yorumda necə bir tipli videolar istədiyinizi yazsanız, gələn dəfə onları diqqətə alacağam. Mütləq elə videolar çəkəcəm və like etməyi, kanala abunə olmağı unutmayın.